Bütün Azərbaycanlıları hazırlığa çağırırıq. Ayıq olmağa çağırırıq. Hər kəs ayaqda olmalıdır. Bir dənə İran ərtəşi maşını, ərtəşi motoru, ərtəşi cipi, tankı, topu, müşəyi Azərbaycana doğru yönəlirsə, həmən qalxıb o varlığı, o demək ordu qrupunu məhv edib yerinə yeksan eləməliyik. Dişimizlə, dırnağımızla, əlimizdə nə varsa onu vurup yok eləməliyik, məhv eləməliyik. Bizim topraklarımızdan bizim qardaşlarımıza kimsə savaş aça bilməz. Buna əsla və əbədə imkan verməyəcək. Bunu İran Fars işgal rejimi qəşəng bilsin. Deyil füzə, deyil muşək. Bir topança gülləsi belə açılsa, bütün dövlət binalarını basmalıyıq. Bütün dövlət mərkəzlərini, ordu mərkəzlərini, polis mərkəzlərini, bəsit, sipa, başçıları, şəhərdarı, demək, fərmandarı, radyo, televizyon, nə varsa basıb ələ geçirtməliyik. Bu bizim son savaşımızdır. Bu bizim qırmızı xəttimizdir. Azərbaycana, Amerikanla, İsraillə, Ərəbistanla, kiminlə nə məsələn vardı? Ləyaqətin var, üzən var, geçinən, həll eləkinə. Azərbaycana toxuna bilməzsən. Azərbaycana üzünü çevirə bilməzsən, gözün çıxadarıq, məhv eləyərək, səni yerindəcə yox eləyərək. Və bunu eləməliyik. Hər kəs buna hazır olmalıdır, ayıq olmalıdır. Gedən əcəb bir tip gedirsə, maşın ordu qrupu gedirsə, sərhəddə tərəf, Azərbaycan sərhəddə tərəf, onu o da çəkməliyik. Əlimizdə nə varsa, hər nə varsa işlədib və onu məhv eləməliyik. Onu boğmalıyıq, yerindəcə boğmalıyıq. Və Tehranda və Həmədanda, Qəzvində, başqa şəhərlərimizdə bütün Azərbaycanlılar hazır olmalıdırlar. İranın bu fitnəsini qətiyyətlə xunsa eləyib və onun öz təpəsini əzməliyik. Ona görə bir daha da Güney Azərbaycan İstiqlal Partiyası olaraq hər kəsə müraciət edirik. Bu şəyyad, şeytan, mürtəci, işgalçı, terörçü işgalçı orada olduğu sürəcdə burada sübat, sülh, əmniyyət yoxdur. Gücümüzü birləşdirib və İran Fars işgal rejiminin təpəsində döyə-döyə topraklarımızdan qovub çıxadıb və müstəqil Güney Azərbaycanı qurmalıyıq. Və o gün, elə bu gün, bu, yəni hər gündür. Hər gün ki, eləyə biliriksə, biz o günü onu eləməliyik. Yəni, əgər İran Fars işgal rejimi Azərbaycana tərəf hər hangi bir hərəkətdə, bir təşəbbüsdə bulunursa, bunu heç bir vəziyyətdə, heç bir nə bahasına olursa durdurmalıyıq, heç bir vəziyyətdə bir addım yeriməsinə imkan verməməliyik və yerindəcə onları məhv eləməyə hazır olmalıyıq. Hazır olmalıyıq və hazır olmalıyıq. Yaşasın müstəqil Güney Azərbaycan, rədd olsun işgalçı İran.